Yaxşılığı sonsuz, neməti isə boldur. Allahın nemətlərini saymaqla mümkün deyil. Əziz dostlar, mehriban, gözəl müsəlmanlar, mənə Allahın olan bir lütfünü göstərəcəm. Bir video qabaq haqqında söz açdığım kitab, onun barəsində qısa deyim. Hansı ki, baxın, 2010-cu ildə pəncərədən baxan var. Belə, arxasını qulaq asarsınız, əsas bilmək istəyən kiminsə haqqına girmək düzgün deyil də, əşli deyib, ağız büzməklə deyil. İnşallah səbirli olasınız. Baxın, Şirvan Nəşrdə, Şirvan Nəşr, Bakı, Badamdar da harada oraydı, 2010-cu il, 2011-də də çıxartdılar. Sonra artıq qoymadılar. Burada Bakı Şirvan Nəşr. 30 səhifədən ibarətdir. Axundov kitabxanasında var bu. Ancaq sonra daha yaxşı. 2023-də, 24-də, 25-də az-az əl gəzdirdim. Necə yazılmasını sizə deyəcəm. Həqiqətən çox maraqlıdır. Allahın lütfünü deyirəm. Yaxşı elə Allahın lütfüdür. İndi deyəcəm, hansı sözü də bilmək lazımdır. Şükür Allaha. Şükür Allaha deyirəm. Baxın. Bu, daha içində dərklik etməyəcəm. Pəncərədən baxanlar ətrafı dərk edək. Pəncərədən baxanlar. Burada içində artıq o birisi 30 səhifə idi təxminən. Bu isə 56 səhifə. İnsanların əsl problemi bu neçənci səhifədədir? 47-də. Yəni, baxın, nədir insanların əsl problemi? Allah vardır deyib, yoxmuş kimi davrandıqları. Quran Allahın kitabıdır deyib, ondan xəbərdar olmadıqlardır. İnsanların əsl problemi Allah vardır deyib, yoxmuş kimi davrandıqları. Quran Allahın kitabıdır deyib, ondan xəbərdar olmadıqlardır. Çox gözəl kitabdır. Deyəcəm, mən öz kitabını tərifləmirəm. Allahın lütfünü, mərhəmətini indi qeyd edəcəm. Bu kitab Allahın lütfüdür, mərhəmətidir. Ona görə də sevinç yazmamışam. Yazmışam yazı, üst qabığın rəsmləri və dizayn Nəsr və Sevinç tərəfindən Allahın lütfü olaraq işlənmişdir. Mündərcət, artıq burada arxada şəkillər etmişəm bir qədər. Baxın, vacibdir. Şübhəsiz ki, bu Quran sənə və qövmünə bir öyüd və bir şərəfdir. Ondan hesaba çəkiləcəksiniz. Zuhruf surəsi 44-cü ayə. Bu yüzdən anlayaraq oxu. Bəli, bu kitabda Quran ayələri artırdım. Əvvəl 2-3 dənə idi Quran ayəsi. Artırdım. Gözəl-gözəl çıxartdırmaq istədim, amma qoymurlar. Çünki dediyim kimi, orada ölüyə Quran oxuturmaq yoxdur. Oxumaq dirilər üçündür Quranı oxumaq. Yasin surəsi 70-ci ayə. Sonra firqələr, yəni kimsə özünü şiə, sünni falan adlandırır, olmaz. Belə Yaradanımızın münasibəti artırmalar etmişəm də, yəni Allahımız buyurur ki, hər kəsi yaradarkən müsəlman yaratdım. Firqələrə budur. Bax, burada Yaradan özünü məzhəb, hər hansı firqə və məzhəbdən və s. hesab edənlərə Yaradanımızın münasibəti. Sadəcə
ayələrin nömrəsini qoymuşam. Gözəl, çox gözəl kitabdır. Allahın lütfüdür bu. Üst qabığında 10-15 dəqiqə əlim tez-tez çəkdi. Mən çəkmirdim. Belə mələk idi. Mən də bir də gördüm ki, belə bir şey hasil oldu. Və onu da bildirim ki, çox gözəl kitabdır, həqiqətən də. Ayələr həm də qısa yazan gözəl bir kitabdır. Mən bunu çatdıra bilmirəm. Axundov kitabxanasında 2010-cu ildə çatdığımdır. O demək olar ki, elə bir birinci sinif uşağı yazdı. İçi yaxşıdır, amma axı mən yeniliklər, dəyişikliklər elədim. Amma ki, yəni onda mən dua edirdim, əlim də yazırdı. Dua edirdim, əlim yazırdı. Sonra oxuyurdum, ən axırda oxudum, gördüm ki, nə gözəl çıxdı. Heç bilmirdim, yəni bir qabaq videoda açıqladığımda, bir-iki qabaq, bundan qabaqki videoda. Yəni Allahın lütfüdür. 2010-da yanvarda çıxdı, fevralda mən salda psixiatriya alırım. Niyə, nə üçün, heç nə danışmıram, danışmayacağım da. Çünki Allah qoymur, mən istəyərdim. Haqqı deyin. Ancaq Allah qoymur. Heç vaxt da deməyəcəm. Yəqin ki, Allahımız buyurub ki, mələk mənə bildirdi. Neysə, deməyəcəm yəni ki, niyə görə atıldım, kim atdı oralara, necə oldu. Əsası oldu ki, təsəvvür edin, bu 2010, mənə diaqnoz yazıblar ha, ki, güya mən necə bir başdan xarabam ki, mən ancaq belə, mama, bu yəqdi, qara qarışqa ağzında uçur, cicir danışan bir xəstənin, heç danışa bilməyən, nə belə axmaq bir yerinə qoyub, diaqnoz yazıblar mənə, diaqnozlar, get-gedə bətər şeylər yazıblar. Ki, güya mənə güya qulluq edirlər, mən də belə davaqda birinci qrup əlindən bətər bir diaqnoz yazıblar. Amma baxın, 2010-cu ildə içini oxuyanda demək nədir? Yəni, yanvarda yazdım, fevralda saldı. 2025-də mən bura bir neçə səfər gəzdirmişəm. Yəni, illər bu oturur şey. İndi eləməmişəm də, yəni dəyişiklik deyərsən ki, la belə olsun. Axır ki, baxın, bir adam xəstədirsə, bunun içindəkiləri oxumaq, yaxşı, tez-tez deməyim, həzanlandım, yox, nəysə, nəyi deyim axı? Yaxşı, narahat deyiləm, amma deyim, tez-tez deməyim. Yəni, 2010-da 30 səhifə, içində də fərqli 2025-ə qədər 56 səhifə 2025-də. Deyəsiz, çoxu şəkillər diyor, indi axı bunu asıb oxumaq lazımdır da. Bu, xəstə olan adam, yəni fikrim odur, bildirməsim ki, xəstə olan adam, birinci bu yaza bilməz, ikinci bu onu yazıb, sonra da götürüb yerdə o kağızları, o diaqnozunu. Qalmaz ki, bu çörəkdir, yoxsa nədir. Amma mən onu, indi bu kitabı kim istəyir oxusun, əgər mən buradan muselmanlar.com saytında düşüncə sahəsi fəslindədir də. Bu kitabı axırın, yəni 2025-ci ildə tamamladığımı oraya yerləşdirmişik. Sağ olsun Aydın mülayimi. O da Azərbaycanlıdır, Şəkilidir. Türkiyədə yaşayır. Çox gözəl, bilikli adamdır. Bəyəndi və saytına yerləşdirdi. Ona təşəkkürlər edirəm. Minnətdaram. O da Allahı sevdiyi üçün Allahın neysə, oxuyan görəcək ki, Allahın lütfüdür.
Yoxsa mən bu videolarda danışdığım kimi səviyyəsiz demirəm özümə, amma qabiliyyətsiz formada, yəni iynələnmiş bir adamam mən. Yəni çox psixatrik iynə dərman qəbul edənlər bətər olur. Yəni ki, mən demək istəyirəm ki, bunu görürsünüzmü, fikrimi yaxşı danışa bilmirəm. Amma əsas odur ki, məndə beynində dincəlmə gedir. Ona görə fikir toplamağa çətinlik çəkirəm. Dincəl və dincəl. Tələsmə. Tələsmə. Nəysə, oxuma Allahın bu lütfünü yenə deyirəm. Bir yazıcı var idi, ondan oxumuşdum, onun ən gözəl yazıcıydı. O deyirdi ki, mən deyirdi, ən gözəl əsərlərimi əlim yazır, tez-tez. Məndə də avtomat kimi tez-tez tərpəşirdi əlim, başa düşmürdüm ki, nədir. Amma bilirdim yaxşı şeydir. Qızım da hiss eləmişdi həmən gecə, onu bir video qabaq demişim. O yazıcı deyir ki, sonra oxuyurdum, deyirdim, böyle mat qalır ki, nə gözəl bir şey yazıb. Yəni, mən də dualar edirdim, 2010-cu ildə əlim yazdı onu. Amma sonra əlavələr elədim belə. Yəni, ağlı olmayan bir ruhu xəstə deyirlər, ruhu xəstəlik yoxdur və ağlı olmayan bir psix xəstə heç vaxt elə kitabı yaza bilməz. İnanmayanlar da kiməsə sübut eləmək istəmirəm. Sadəcə tarix təkrarlanır. Mən də tarixdə bir adamam da, bir bəndə, yəni bir necə deyim, vətəndaşam Azərbaycanı yaşayıram. Kiminsə başına gəlməyini də arzulamıram. Ona görə də özümü təmizə çıxartmaq üçün yox, heç vecimə də deyil, kim nə deyir desin. Mən heç kəs dəliliyimi görməyib. Kimi amma bu qədər təhqir eləsələr, yəni ki, o diaqnoz nədir, təhqirdir, bətər də şeylər eləyər. Nəysə, adam öldürmək dərəcəsini çatmışam, amma eləməmişəm. Allah qoruyur, şükür Allaha. Nəysə ki, Allah deyir ki, cana can, dişə diş, qana qan. Yəni, amma hörmətlər qarşılığı, yaş o keçsin bir qırağa. Qisas almaq üçün eləmirəm bunu. Amma hörmətlər qarşılıqlıdır. Mən də bir-iki video qabaq psixiatriyadan danışıb çəkdiklərimi son olaraq demirəm, bilməm, bundan sonra yenə öləcəm ya qalacam, amma necə olub düşmüşəm, onları deməyəcəm heç vaxt. Ki, mən də yenə beynimdə dincəlmə gedir, hər şey yadımdan çıxır danışanda. Niyə? Yekunlaşdı. Axır ki, xəstə adam, yenə deyirəm, o diaqnozu yazıblar mənə. O elə bir adam gərək o kağıdını götürə, apara, nə bilim, neynəyi, başqara bir hərəkət edir. Mən də bu kitabı muselmanlar.com saytında bayaq dedim, yadından çıxdı, görüm nə idi? İynələnmiş adamam da, yadından çıxır, yaddaşım, beynimi xarab ediblər. Beyin quruyur o psixatrik dərmanlardan. Yəni, əlaçı olmuşam məktəb vaxtı. Müəllimlər deyirdi ki, nəysə, nə deyirlər onda deputat? Deyirlər ki, Sevincin üzrə bütün institutlar açıqdır, qapıları açıqdır. Amma indi deyir, biz cümləni yaxşı quraşdırıb deyəmirəm. Axır ki, mən damla dedimsə də bir parça yığıldı da, su deyilsə də, su kimi ömrü uzun olacaq. Bəli, çünki haqq, haqdır. Haqdan danışmışam bu kitabda, Quran ayələri var. Çap eləmirlər, eləməsinlər. Heç vaxt elə bir xəstə, sonra 2025-də daha da yaxşı yaza bilməz. Kim istəyir oxumaq gəl, orada muselmanlar.com saytında düşüncə dairəsi idi, deyəsən. Düşüncə sözü var idi, görürsünüz, iynələnmiş yadından çıxartdı. Yəni, özümü deyirəm. Düşüncə sahəsi idi, deyəsən. Orada o obyektdən oxuya bilərlər kitabı. Baxa bilərlər də, oxumaq
Ən yaxşısı Quranı oxuyun. Elə orada da ayələr var. Nəysə, budur. Psixiatrların müalicəsi. Nələr? Deyirəm, müalicəsi sonra da belə müalicə olunub, ağırlamışım. Yox, sən ağırlıydın, prosta fikri biraz yekunlaşdı. Nə deyim, o qədər şey var. Məsəl üçün, mən bunu həkimlərə də vermişdim, o psixiatriya atlanda. Mat qalırlar. Sonra onlar oradan bir cümləni də bilmirlər. Bir cümləni bilərlər, elə deyil mi? Ayələri deyirəm, Quran ayəsini, orada yazdıqlarını. Sonra o psixiatriya haqqında videolar çəkmişəm də əvvəldən. Belə. Beynində yaman dincəlmə gedir. Sözü deyirəm, sonra dincəlmə gedir. Siz də dincəlin. Ancaq psixiatriyalara gedib özünüzü mənim kimi eləməyin. Bəlkə də İnşallah belə deyim. İnşallah hər kəsdə mənim məktəb vaxtında olduğu kimi yaxşı qabiliyyətli də olub, beynli, zehinli olub. Onlara da, hamıya da qismət olsun ki, müəllimlər deyək ki, institutun qapıları, bütün institutun qapıları deyirlər. Mən də arzuluram. Bütün institutun qapıları üzünüzə açıq olsun. Aqibətsiz də mənim kimi olmasın. Ancaq xoşbəxtliyiz, mən bəxtəvərəm, maşallah. Mənim kimi olsa sevinərəm, bəxtəvərliyiz. Ona görə ki, inşallah axirət uğrunda yaşayıram, inşallah, amin. Allahın məmnuniyyətini qazanaq, amin. Bilmədən danışmaq yaxşı şey deyil də. Bilmək üçün yenə də o kitaba baxmaq lazımdır. Mənim kimi, yaxşı deyil, mənim kimi o tarihi qaralanan, öz aləmlərində qaralayıblar mənim üçün. Amma bətər də ola bilərəm, onu da bilirəm. O psixiatrların hansınısa rast gəlsə bu video yerlə geçsən eləməz, sümüklərimi gəmirər. Elədilər onlar, qəddarlar, üzdə nəysə. Pasient qəbul edəndə onlar mələk kimi. Amma onlar təklikdə, onların orada psixiatriyada yaxşı danış. Bir dənə onu denirlərini boşaltınsın. Mələk deyirəm. Bir daha psixiatriyada nə qədər yatmışam, yatızdırıblar daha doğrusu. Bir dənə həkim heç vaxt gəlib, bir xəstəyə, palatalar gəzməlidir, axı, bir baxmalıdır, soruşmalıdır, o boyda aylarla saxlayır, elə dəhşətli dərmanlar güya yeridirlər, güya dərman. O dərmanlar atanlar elə pis günə düşür. Yəni ki, onu eləyənlər, o həkimlər. Oturum görünür. Bir dəfə bir xəstənin qarşısına qalmayıblar, yəni soruşmayıblar necəsən. Məzələnmək üçün amma görmüşəm, soruşurlar. Bir dəfə bütün həkimləri, sistemi dəyişdilər. Onda təzə gələn həkim bir neçə vaxt girirdi palatalara, boş şeydi. Yəni bir dəfə də oldu. Bir neçə ay, yəni 2010-dan bura görməmişəm ki, bir dənə həkim girə, yaxşı, bunu soruşmur heç kimi halın. Əsası odur ki, orada xəstələri döyürlər, dəhşət. Elə həkimin özü, kişi həkimi var idi. Sonra qadın da şöbəsin. Dəhşət, elə mənim özümü də necə belə dəhşət işgəncələrlə, elə belə şey deyil. Nəyin üstündə? Qapının da ağzında elə bir adam otuzdururdu. Yəni işə gələndə bu həkimlər, hamısı. İşə gələndə qapının ağzında o türmələrdə olur, belə demagogluq edənlər.
Elə adamlardan otuzdururlar. Psixiatriya da var elə. Kimin hünəri nədir? Gələr koridordan möhkəm səs çıxarır, yaxud həkim deyilənin qapısını döyə, ruh terrorçuların qapısını döyə, nəsə soruşa əgər, dəhşət olur, heç duxu çatmır, heç kimi. Yəni, həkim orada nədir? Gəlirdi, kabinetdə özü üçün kefə gəlib, çıx gedirdi. Amma son deyim, deməli, xəstəni qəbul edəndə hamısı xəstə deyirlər, amma başını oynatılanlar və xəstələr var ki, onlar beynində deformasiya olan, yaxud da ki, elementi çatmayanlardır. Ruh xəstəliyi yoxdur bir sözlə. Əvvəl videolarda da paylaşmışam. Yəni, mən haqqı çatdırmaq üçün cəhd edirəm. Nə deyildim? Xəstə deyiləni qəbul edəndə nəsə soruşur deyə cürbəcür. Axır ki, saldı toruna, yiyəsi elə bilirdi ki, atılmışlar yox da, atılmışlar heç maraqlı da deyil. Əsas odur orada bastırsın onu, bəzilərin dilindən desək. Amma elələr də var idi ki, aldanır da, məsələn, qəribə bir şey görür evdə bir adamında, narahat olur, kimsə məsləhət verir ki, psixiatriya var, orada düzəlir, müalicə elə, psixiatrik xəstəlik, yaxud nervpatoloqa gedəndə, psixiatr baxmalıdırlar. Nə deyirəm, qəbul edəndə elə. Götürdü, şovcu maraqlanmır. 2 ay, 3 ay, 4 ay, 5 ay, 1 il, 5 il, ömürlük, nə qədər yatdı? Yatan ömürlüklər heç. Çıxanları, bir də çıxanda yiyəsi gələndə çıxartmağa. Bir də onda pul verdi, çıxartdı. Heç onda da heç xəstə ilə maraqlanan nədir? 60-70% psixiatriyada sağlam adamlar. Amma orada qalanda əməlli adam dəli olur. Özü adam saçın zadını elə kəsirlər. Mənimkinə dəyiniblər. Mən bəxtim gətirir. Saçımı kəsməyiblər. Mən yiyəlilərdən idim də. Nə bilim, o dərmanlar da, o kinolarda zadda var, baxırıq ki, sifətləri əyri olur, belə gülə-gülə gəlir, o psixiatri xəstələr. Allah'ın olsun, çoxu o dərmanlar edir. Anadan gələn əsər olanlar da heç o tipdə olur. O dərman deyilən şeylər insanları o günə qoyur. Nə bilim, dəhşətləri danışmayın. Allah heç kəsin yolunu o yer üzünün cəhənnəmi adlandırdığım psixiatriyalara salmasın və heç kəsi də Allah o ruh terrorçuları olan psixiatrların əməlinə salmasın. Amin.